Hər kəsin hər vaxtı xeyir. Bugün sizlərlə izahına toxunacağım mövzu podagra xəstəliyinə aiddir. Digər adı ilə ayaqüstü tələ. Bu xəstəlik Hipokratın dövründən mövcud olmuşdur. Yəni görün bunun tarixi nə qədər keçmişə dayanır. İlk dəfə də təsvirini verən Sydenham olub. O da bu xəstəlikdən əziyyət çəkdiyinə görə yəqin ki, araşdırıb, öyrənib, tapıb. Xəstəliyin əsas səbəbi nədir? Əsas səbəbi maddələrin mübadiləsinin pozulmasıdır. Bu zaman qanda və toxumalarda sistit cövhərinin qatılığı miqdarı artmış olur və bu da bu xəstəliyə yol açır. Digər səbəblər nədir ki, məsələn, az hərəkətlilik, maddi həyatın yaxşılaşması kimi səbəbləri göstərmək olar. Məsələn, artıq insanlar çox az hərəkət edirlər. Məsələn, piyada yeriyən insanlar çox azdır. Nəqliyyatdan, yerüstü, yeraltı nəqliyyatdan istifadə edirlər. Məsələn, evdə qabları artıq yumurlar da, yəni qab yuyan, paltarı yuyan. Yəni ümumən az hərəkətlilik bu xəstəliyin səbəb olmasına gətirib çıxardır. Və ən çox da orta yaşlı insanlarda kişilərdə rast gəlinir. 40-50 yaş arası kişilərdə daha çox xəstəlik özünü geniş büruzə göstərir. Xəstəliyin səbəblərini dedik. Üstəlik də böyrəklərdə də bəzən çaşmamazlıqlarını gətirib çıxardır. Amma hansı ölkələrdə yoxdur? Bəli, Afrika, Çin, Hindistan kimi ölkələrdə bu xəstəliyə demək olar ki, rast gəlinmir. Rast gəlinməsinin səbəbi də nədir? Gəlməməsinin səbəbi nədir? Zərif pürün əsaslı qidalarla qidalanmalardır. Bəli, zülal mənşəli qidalarla qidalandıqlarına görə bu xəstəlik onlarda rast gəlinmir. Sonra nə demək olar? Ümumiyyətlə dərsləri öyrənəndə, çünki baxdım sualların əksəriyyətində nə olaraq verilir? Mənası olaraq verilir. Yunanca mənası ayaqüstü tələ deməkdir. Sən bunu bilməlisən və bunu bildiyinə görə də sualı yaza biləcək. Çünki sualda səndən ayaqüstü tələni soruşur. Səndən podagra demir. Ayaqüstü tələ deyir. Çünki bilir ki, abituriyent o sualı oxuyanda onun podagra olduğunu görəcək və biləcək, yadına düşəcək ki, yadına sala bilər. Amma ayaqüstü tələ deyəndə mən abituriyenti çaşbaş salmış oluram. Ona görə mütləq şəkildə hər hansı bir termini öyrənəndə onun mütləq mənasını bilmək lazımdır ki, sənin mənasını imtahanda soruşar, yəni mənasını verib sualı soruşar. Məsələn, Yunanca mənalardır, Latınca mənalardır, elə ingilis dilində mənalardır, onları bilmək lazımdır, əgər dərsliyimizdə verilibsə. Bu qədər, yəni podagradan bu qədər, bundan artıq heç bir, yəni dediklərimdən artıq heç bir sual düşməyəcək. Elə şəklini də buralarda bir yerə və storiyaya da əlavə etmiş olacağam. İzlədiyiniz üçün çox sağ olun.